Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Buradan jiletə, jaketə, sviterə nə istəsəz toxuya bilərsiniz. Bunun üçün ilməkləri 3-3 yığırıq milimizin üstünə. 2 də kənar ilmək yığırıq. Rezinka hissəsində kim necə istəyir elə toxuya bilər. Mən bu formada toxumuşam. Sapım da ki 100 qramlıq 350 metrəlik sapdır. Bunun üçün belə bir sapımı götürürəm. Qısa formada yığacağım bunun üstünə. $20 ilmək yığacağım bura. Milin üstünə. 18'i naxışa görə, ikisi də kənar ilmək. 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 ilməyi naxışa görə yığdıq. 2 də kənar ilmək yığıram. 19 20 ilmək. Mən indi burada rezinka toxuyan deyiləm. 2 sıra tərs toxuyuram. Buradan birincini də toxudum. Birinci sıra olduğuna görə qalan ilməkləri də hamısını tərs toxuyuram. Axıra qədər tərs toxudum, kənarda tərs toxuyuram. İndi tərs üzdən də yenə hamısını tərs toxuyuram. İndi düz üzündən bir sıra düz toxuyuram. Düz üzdən ilməkləri hamısını düz toxudum. Kənarı tərs toxuyuram. İndi arxa üzdən birinci kənar ilməyi götürürəm. Burada bu ilməkləri artırıram bir. Belə. Birini artırıram, sonra tərs toxuyuram.
Birini artırdım, ters toxudum. Bütün ilməkləri axıra qədər formada toxuyuram. Bu sıranı da axıra qədər formada toxuyuram. Burada birinci sıra, burada birinci ilməkdə artırma eləmişdim. Ona görə burada artırma eləmirəm. Kənarı tərs toxudum. İndi bura düz üzüdür. Düz üzündən yenə kənar ilməyi götürürəm. Tərs götürürəm mən. Sonra bu ilməkləri açıram. Bir, uzanır da ilməklər. 2, 3 ilmək. Toxudum. Açdım, uzatdım ilməkləri. Sonra bu 2 ilməyi götürürəm. Bu axırdakı ilməyi içindən çıxardıram. Sonra bunu düz toxuyuram. Burada 2 ilmək qalır. Burada bir artırma eləyirəm. Bu 2 ilməyin içindən bir ilmək çıxardıram. Burada yenə açıram ilməkləri. 3 ilmək açıram. 1, 2, 3. Sonra bu qabaqdakı 2 ilməyi götürürəm. Bu arxadakı bir ilməyi keçirdirəm qabağa. Bunu burada toxuyuram. Düz. Sonra bir artırma eləyirəm. Bu 2 ilməyi ikisinin içindən bir ilmək çıxardıram. Yenə 3 ilmək açıram. İlməkləri uzatıram. Qabaqdakı 2 ilməyi götürürəm. Arxadakı ilməyi o ilməklərin içindən çıxardıram. Sonra buradan bunu toxudum. Sonra artırma eləyib bu ikisindən bir ilmək çıxardıram. Yenə də bu ilməkləri açıram, uzatıram. Bu qabaqdakı 2 ilməyi götürüb arxadakı bir ilməyi onun içindən çıxardıram. Sonra bunu düz toxuyuram. Birini artırıram, bu 2 ilməyi ikisinin içindən bir ilmək çıxardıram. 3'dən 3 olur da azalmır ya da artmır. Yenə bu 2 ilməyi götürdüm. Üçüncünü bunun içindən çıxardım. Toxudum, birini artırdım. Bu 2 ilməyin içindən bir ilmək çıxardım. Yenə 1, 2, 3 ilmək. Qabaqdakı 2 ilməyi götürüb, arxadakı bu bir ilməyi o 2 ilməyin içindən çıxardıram. Bunu düz toxuyuram, birini artırıram. Sonra bu 2 ilmək içindən bir ilmək çıxardıram bu. Kənarda tərs toxudum. Arxa tərəfdən hamısını tərs toxuyuram.
İndi belə alınır. İndi düz üzdən yenə bir sıra düz toxuyuram. Formada. İndi arxa üzdən yenə bir ilmək buradan ilməkləri kənarı götürürük. Qalan birini artırma, birini toxuyuruq. Birini artırma, birini toxuyuruq. Arxa üzdən ilməklər tərs toxunur. Burada keçəndə, düz üzə keçəndə yenə də 3 ilməkləri uzadırıq. Həmin naxışı toxuyuruq. Təkrar edirik. Birinci sırada necə eləmişiksə elə. Belə bir naxış alınır. Sağ olun. Gələn videomda görüşənə qədər.